gedişatını qarşıdakı materialda izləyək. Lerik rayonun Çayurt kənd sakini 23 yaşlı Ramiq Nəsirov Neftçala rayonunun Xəzər kənd ərazisində yerləşən qışlaqda heyvanlara hücum edən canavarı boğaraq öldürüb. Əllərindən xəsarət alan Ramiq Nəsirov deyir ki, gecə saat 4 radələrində atasının qışqırığını eşidib. Dərhal pəncərədən atılan Ramiq əvvəlcə iti səsləyib. Canavar itin ona doğru hərəkət etdiyini görən zaman qoyunlardan əl çəkib Ramiqin üzərinə atılıb. Cummağı ilə gəldi, əlimi böyle bastım, böyle qabağa tutdu. Sonra onun boynunu tutdum, vurdum, yıxdım yerə. Dedim ki, əlimi bastım ağzına. Qov ki, hərəkət elə bilməsin də, əlimi qıracaq. Gördüm, ayaq üstə gələn şey deyil, cəhddir. Yıxdım yerə, sonra əlimi bastım ağzına. Gördüm, barmağımı qırmaq istəyir. Qıramam etdim, bursa əlimi də belə dirsəyimi yavaş-yavaş bastım ağzına. Ondan sonra bunu çeynədi. Dərhal oğlunun köməyinə yetişən Qurban Nəsirov deyir ki, o hadisə yerinə çatanda artıq canavar canını tapşırırdı. Amma bununla belə yırtıcı Qurban kişinin də əlini zədələyib. Təsərrüfat sahibi deyir ki, hadisədən bir neçə gün əvvəl həyətyanı sahəsində bir neçə canavarın gəzişdiyinin şahid olub. Canavarlar gəlmişdi bu kəndə, bura. Bir dənə qulağı yeyib getmişdilər, evin qabağında, evlərin qabağında. Üçüncü gün belə bir ürəyimə danmışdı ki, bu gecə bura gələcək. Nəsə işıqlar sönmüşdü. Gördüm, bəkdən fırır. Elə bir itin əsə zirgirlədi, vurdu.